Salam, mən Nərmin müəllimə. Sizinlə DİM test topuzu 2025 nəşrindən növbəti bölmə generativ orqanların qarşılıqlı həyat fəaliyyəti bölməsinin izahını paylaşacağam. Başlayaq izaha. Tozcuq borusu nədir? Tozcuq borusu deməli bu dişicikdir. Dişiciyin ağızcığına gəlib tozcuq dənəsi düşür. Tozcuq dənəsinin vegetativ nüvəsinin ifrazat etdiyi maddələr sütuncuğun hüceyrələrini dağılır və tozcuq borusunu əmələ gətirir. Yəni, tozcuq dənəsinin cücərtisidir. Günəbaxan bitkisinin səbətində 400 meyvə varsa, onun bir çiçəyinin mayalanmasından neçə spermi iştirak etmişdir? Günəbaxan bitkisinin bu səbət çiçək qrupudur. Əgər səbət çiçək qrupunda mayalanmada neçə spermi desəydi, biz 400-ü vurmalıydıq 2-yə. Çünki günəbaxanın meyvəsi toxumça meyvədir, yəni bir toxumludur. Bir dənə toxumun əmələ gəlməsində 2 spermi iştirak edir. Amma bizdən nə istəyir? Bir çiçəyinin mayalanmasında. Bir çiçəyindən bir dənə meyvə əmələ gələcək, bir dənə meyvəsinin bir dənə toxumu var, ona görə 2 spermi iştirak edəcək. Çiçəkli bitkilərdə rüşeym hissəsindəki mərkəzi hüceyrə yumurta hüceyrədən onunla fərqlənir ki, xromosom dəsti, diploid xromosom yığımına malikdir. Məhz buna görə də mərkəzi hüceyrə mayalanmada iştirak etsə də biz ona qamet demirik. Çünki xromosom dəsti haploid yox, diploiddir. Meşəcilası, inci çiçəyi, kələm bitkilər üçün ümumi əlamət nədir? Meşə cilasının çiçək qrupu sadə salxım, inci çiçəyi və kələmdə sadə salxım. Bu olacaq sadə salxım çiçək qrupu. Meyvə çəyirdək meyvədir. Bu yalnızca meşə cilasında. Hamısı işıq sevən bitkilərdir. İnci çiçəyi, ümumiyyətlə zambaqlar işığa çox da tələbkar deyillər. Daha sonra hamısı çox illik ot və kollardır, meşə cilası ağacdır. Hamısının meyvəsi gilə meyvədir. Burada bir dənə inci çiçəyi meyvəsi gilə meyvədir. Meşə cilasında çəyirdək meyvədir, kələmdə buynuz meyvədir. Davam edirik. Sual nömrə 5. 50 ədəd xaşxaş toxumu əmələ gəlibsə, mayalanma prosesində bilavasitə neçə ədəd hüceyrə iştirak etmişdir? Bir ədəd toxumun əmələ gəlməsində, əgər bu bitki örtülü toxumludursa və yaxud da çiçəkli bitkinin toxumudursa, bir toxumun əmələ gəlməsində 4 hüceyrə iştirak edir. Yumurta hüceyrə qametdir, ana bitkinin qametidir. Mərkəzi hüceyrə qamet deyil, ana bitkinin hüceyrəsidir və 2 dənə də sperm, yəni ümumilikdə 4 hüceyrə. 50 ədəd xaşxaş toxumunun əmələ gəlməsində də 50 vurulsun 4, 200 dənə hüceyrə mayalanma prosesində iştirak edəcək. Tozcuq borusu inkişaf edir. Tozcuq borusu inkişaf edir. Tozcuq dənəsindən elə burada birinci sualda biz izah eləmişdik. Tozcuq dənəsi cücərir və tozcuq borusunu əmələ gətirir. Əgər bitkidə tozlanma getməzsə, nə əmələ gəlməz? Tozlanma getməzsə, toxum əmələ gəlməz. Çiçək generativ tumurcuqdan inkişaf edir. Erkəkcik, dişicik, yumurtacıq. Bunlar isə çiçəkdə onsuz da olmalıdır. Yəni çiçəyin hissələridir. Erkəkcik və dişicik, onun da dişiciyin də yumurta alımı içərisində yumurtacıq. Yəni mütləqdir ki, erkəkcik və dişicik, eləcə də yumurtacıq bütün çiçəklərdə olacaq deyə bilmərik. Çünki ən azından bir cinsli çiçəklər vardır ki, onlarda ya erkəkcik və ya dişicik olacaq, amma nəticədə bu 4 nüansın heç birinin tozlama ilə bir əlaqəsi yoxdur. Örtülü toxumlu bitkinin çiçəyi öz-özünə tozlanırsa, bu bitkini adlandırmaq olar. Əgər öz-özünə tozlanırsa, öz-özünə tozlanmanın şərtlərindən, yəni burada cinsiyyətdən danışırıqsa, ən başlıca şərtimiz nə idi? Çiçəklər 2 cinsli olmalıdır. 2 cinsli çiçəklərə malik bitkilər isə həmişə bir evlidir. Deməli, bir evli, 2 cinsiyyətli, ev bitkiyə, cinsiyyət isə çiçəyə aid olan xüsusiyyətdir. Lobya meyvəsində taycıqlar 2 qat mayalanmadan sonra nədən əmələ gəlir? Meyvə 2 hissədən ibarətdir. Meyvə, yanlığı və toxum. Mayalanma prosesində yumurtacıqdan və yaxud da rüşeym hissəsindən inkişaf edir toxum. Yerdə qalan nə varsa, hamısı
və artıq meyvə yanlığıdır və adətən inkişaf edir yumurtalığın divarından ki, bəzən də yalançı meyvələrdə çiçək yatağı da iştirak edir. İndi burada taycıqlar meyvə yanlığıdır. Meyvə yanlığı da deməli yumurtalığın divarından inkişaf edəcək. Davam edirik. Sual nömrə 10. Qarğıdalı öz-özünə tozlanma gedir. Qarğıdalıda öz-özünə tozlanma getmir. Hə. Və yaxud da dedi, öz-özünə tozlanmanın baş verməsi üçün çiçəklər iki cinsli olmalıdır. Yəni, bir çiçəyin daxilində həm erkəkçi, həm də dişici olmalıdır. Amma qarğıdalı bilirik ki, çiçəkləri bir cinslidir. Hətta biz onların erkək və dişi çiçəklərinin fərqli çiçək qruplarında toplandığını bilirik. Cavab D bəndi. Onun dişi və erkəkçikləri müxtəlif çiçəklərdə yerləşir. X, Y vəziyyəti müəyyən edin. Çiçəkləri bir cinslidir. Bu qarğıdalıya aiddir. Noxud iki cinslidir və noxud adətən öz-özünə tozlanır. Bir evli bitkidir. Hər ikisi bir evlidir. Çünki o erkəkcik və dişicik qarğıdalıda bir çiçəkdə olmasa da bir bitkinin üzərindədir. Ona görə bir evlidir. Küləklə çarpaz tozlanır. Bu qarğıdalıya aiddir. Çünki noxud adətən öz-özünə tozlanır. Bəzən də həşəratla çarpaz şəkildə tozlana bilir. Erkək çiçəkləri süpürcə çiçək qrupuna toplanır. Yenə bu da qarğıdalıya aiddir. Noxudun çiçək qrupu səhv etmirəmsə yoxdur. Ümumiyyətlə tək-tək yerləşir. Olsa belə bəlkə sadə salxım ola bilər. Çünki paxlallarda biz yoncalarda bilirik. Yalnızca yoncalarda başcıq çiçək qrupunu. Amma akasiyada, lobyada bilirik sadə salxım çiçək qrupunu. Noxud haqqında ümumiyyətlə çiçək qrupundan demirik. Heç nə düşünürəm ki, tək çiçək yerləşir. Bu da belə. Daha sonra 4-də dedik. 5 meyvə yanlığına görə meyvəsi qurudur. Noxud, qarğıdalı, bəli, hər ikisi quru meyvədir. Daha sonra 6 etil qida maddələr üşəmil ləpərpaqlarında yerləşir. Bu da iki ləpəlilər üçün xarakterlikdir ki, iki ləpəlilərdə etil qida maddələri üşəmil yerləşir. Bax, nəyi səhv elədim? Küləklə çarpaz ozan bu qarğıdalıdır. 3. Çiçəkləri, bunu niyə qarğı yazmışam? İki cinsidir. Görürsünüz, hara yazmışam. O ilə danışıb gəlib çiçəkləri iki cinsidir. Mən hara yazmışam. Çiçəkləri bir cinslidir. Qarğıdalının çiçəkləri bir cinslidir. Yəni, bəzən belə mexaniki səhvlər ola bilir. İli günün axırdır, yorğunçuluqdur. Axşam vaxtdır, buna görə mexaniki səhv edirik. Siz şagirdlər test işləyəndə İnşallah da ki, əsasda imtahanda mexaniki səhvlər yol verməmək üçün imtahana qalmış ən azı bir gününüzü, əgər mümkündürsə, 2 gününüzü tamamilə istirahətə ayırın. Yəni, tamamilə pasiv istirahətə yox, bütün gün evdə uzanım, telefondan oynayayım. Yox, təbii ki, gəzməyə çıxın, bir aktivlik, fiziki aktivlik göstərin ki, bütün belə deyək, bədən oyansın, yorğunluq getsin ki, mənim kimi mexaniki səhvlər eləməsiniz imtahanda. 12. Çiçəyində çoxlu dişiciyi olan bitkilərin verildiyi sıranı təyin edin. Çiçəyində çoxlu dişiciyi var. Deməli, ümumiyyətlə biz deyirik ki, bir dənə dişicikdən bir dənə meyvə əmələ gəlir. Ondan sonra baxırıq, əgər o dişiciyin hekayəsində bir dənə yumurtacıq varsa, bir toxumdur. Amma çoxlu sayda yumurtacıq varsa, çox toxumlu meyvə yaranacaq. İndi, amma bu bizə çoxlu dişiciydir. Və ümumiyyətlə 7-ci sinifdə bunu biz yenə öyrənirik fəslərdə ki, çoxlu dişiciyi olanı biz görürük. Gül çiçək illərdə moruqda, böyükcəndə çiyələkdəki çiçək düsturunu yazırıq. K5, L5, Y sonsuz və D sonsuz. Çoxlu da demək sonsuz deməkdir və təkrar üçün də deyək ki, əgər 12-dən çox olarsa, hansısa bir nüans, buna biz artıq sonsuz işarəsi vurğulayırıq. Yox, belə yazmalıydım. 12-dən çoxsa artıq sonsuz işarəsi olacaq. Cilas da yox, cilas deyil, olacaq B bəndi. Günə baxan deyil, əlic deyil, alma deyil, B bəndi. Çiyələk, itburnu, moruq. İtburnu ilə çiyələkdə fındıqça meyvədir və orada itburnuda da elə çiyələyin özündə də çoxlu xırda-xırda fındıqçaları görürük. Məsələn, bəzən çiyələyi yeyəndə dişimizin altında nə qədər, yəni təmiz uzaqda dişimizin altında xırt-xırt səs gəlir. Bu xırt-xırt əslində bəzən bizə elə gəlir ki, qum dənələrdir. Amma biz artıq biologiya oxuyan biri olaraq biləcəyik ki, mən çiyələyi kifayət qədər tərtəmiz yumuşam, amma dişimin altında xırt-xırt səs gəlirsə, bu artıq onun qum dənələri deyil, onun xırda-xırda fındıqça meyvələridir. Və elə çiyələklə itburnun da meyvələri
Yəni itburnu da qızılgülün əcdadıdır. Ona görə məhz qızılgülün meyvələri yalançı meyvələrdir. Məhz yadımıza saxlayaq ki, bu meyvələrin əmələ gəlməsində çiçək yatağı da iştirak edir. Yəni mən əgər çiyələk yeyirəmsə, mən çiyələyin çiçək yatağını yeyirəm. O bizim gördüyümüz qırmızı meyvə yanlığı dediyimiz onun çiçək yatağıdır. Əsl meyvələri isə onun xırda-xırda bayaq dediyimiz fındıq çallarıdır. Ki o da heç bəzən də yaxşı yetişəndə, yuyanda su ilə birlikdə axır gedir qabın dibində. Yəni rahat şəkildə nəzərə çarpır qara-qara xırda-xırda fındıqça meyvələr. Hansı doğru deyil? Çəyirdək yumurtacıq divarından inkişaf etmir. Bəli, doğrudur. Çəyirdək meyvə yanığından inkişaf edir. Çəyirdək meyvə yanığının daxili divarından inkişaf etmir. Hə, bu səhvdir. Bəli, çəyirdək meyvə yanığının daxili divarından inkişaf edir olmalıdır. Bu etmir yazıb demək ki, doğru deyil. Digərinə baxaq. Meyvənin əmələ gəlməsində çiçək yatağı da iştirak edə bilər. Bəli, doğrudur. Yalançı meyvə və yaxın danışırdıq. Rüşeym ziqotdan inkişaf edir. Bəli, doğrudur. Endosperm mərkəzi hüceyrə spermin birləşməsindən inkişaf edir. Bəli, doğrudur. Hansı doğru deyil? Çərdək yumurtacığın divarından inkişaf etmir. Bəli, bu da doğrudur. Çərdək meyvələrdə meyvə yanlığının daxili qatı daşlaşmış olur. Daşlaşmış məncə odunlaşmış olur. Daşlaşmış yox. Bunu sual işarəsi qoyaq. Rüşeym ziqotdan inkişaf etmir. Hə, deməli daşlaşmış kimi götürür. Rüşeym ziqotdan inkişaf etmir. Bu yanlışdır. Rüşeym ziqotdan inkişaf edir. Digər iki variant da yuxarıdakı testdəki variantlar idi. Kələmin meyvəsindəki ara kəsmə nədən əmələ gəlir? Bayaq yuxarıda da belə bir sual var idi. Meyvə iki hissədən ibarətdir. Meyvə yanlığı və toxum. Toxum əmələ gəlir yumurtacıqdan, meyvə yanlığı əmələ gəlir. Yəni toxumdan başqa da nə varsa əmələ gələcək yumurtalığın divarından ortaya da yazırıq ki, yalançı meyvələri çıxmaq şərti ilə. Yəni yumurtalığın divarından. 16. Normal ontogenez zamanı diploid xromosom dəsti çiçəkli bitkidə diploid xromosom dəstə malik hüceyrə əmələ gəlməyə bilər. Diploid xromosom dəstlidirsə bir bitki, onun 3N xromosom dəstinə malik olan hüceyrəsi olacaq endospermində. Əgər bu bitkində endospermi yoxdursa, indi biz əvvəla baxmalıyıq, bu bitki böyük ehtimalla iki ləpəli bitki ola bilər. Çünki iki ləpəli bitkədə endosperm yoxdur. Amma baxırıq, endosperm variantı yoxdur. Və mayalama prosesi baş verəcək dişi bitkidə, yəni endospermin əmələ gəlsə də mütləq şəkildə o da dişicik olmalıdır. Yəni ya bu iki cinsli bir evli bitki olmalıdır və yaxud da iki evlidirsə də dişi bitki olmalıdır ki, orada endosperm əmələ gəlsin. Yəni erkək bitkidə ola bilməz, amma dişi bitkidə ola bilər. Öz-özünə tozlanan bitki olarsa, hə, gəlməyə bilər deyir. Yəni, gəlməyə bilər. Gəlməyə bilərsə, bu iki evli erkəkdə əmələ gəlməyəcək. Gəlməyə bilər yox da, ümumiyyətlə gəlməyəcək erkək bitkidə. Yəni, gəlmə ehtimalı yoxdur. 17. İki evli bitkinin çiçəklərinə mitoz, meyoz və tozcuq borusunun əmələ gəlməsi baş verərsə, bu çiçəklər adlandırmaq olar. Mitoz ümumiyyətlə bütün çiçəklərdə baş verəcək. Çünki mitozu biz görürük somatik hüceyrələrdə adətən. Meyoz baş verəcək erkəkcik və dişicikdə, yəni erkək bir cinsi, dişi bir cinsi, dişi bir cinsi, erkək bir cinsi, özünə tozlanan hər birində meyoz baş verəcək. Demək, burada mitozla meyoz bizə heç bir ipucu vermədi. Sonuncu bizə ipucu verəcək. Tozcu borusunun əmələ gəlməsi baş verə bilirsə, bu çiçəkləri adlandırmaq olar. Hə, və bizə deyir ki, iki evli bitki. Burada da bir ipucumuz var. Onca mən dərhal özünü tozlanmadan çıxacağım. İki cinsliyini də çıxacağım. Ümumiyyətlə, iki cinsli erkək deyə bir anlayış yoxdur. Ya iki cinsi ya bir cinsidir. İki cinsi dişi anlayış da yoxdur. Qaldı erkək və ya dişi. Və tozcuq borusu, biz bayaq demişdik ki, tozcuq borusu əmələ gəlir dişicikdə. Yəni, bu dişi bir cinsli çiçək ola bilər ki, orada tozcuq borusu əmələ gəlsin. İçevli bitkinin çiçəklərinin mitoz-meyoz prosesi gedərsə, lakin tozcuq borusu əmələ gəlmirsə, deməli, bu da olacaq. Yəni, burada dişicik yoxdur, tozcuq borusu yoxdursa, deməli, dişicik yoxdur, deməli, bu erkəkdir. Erkək bir cinsdir. Yalancı dilcik şəkili də
Bunu biz öyrənirik 7-ci sinifdə mürəkkəb çiçəklər də. Məsələn, Günə baxanının kənarda yerləşən sarı iri-iri çiçəkləri vardır. Çiçək qrupunu al-əlvan etmək üçün. Bunlar yalançı dilcikçəkli çiçəklərdir və onlarda nə erkəkcik, nə də dişicik yoxdur. Yəni ümumiyyətlə meyoz bölünmə baş verməyəcək. Öz-özünə tozlananlarda içi cinslidir, mütləq də tozcuq borusu əmələ gəlməlidir. Dişi içi cinsli, erkək içi cinsli belə bir çiçək ümumiyyətlə mövcud deyil. Yəni bu ümumiyyətlə düzgün anlayış deyil. Variant olaraq yazılıb, amma ümumiyyətlə bilməliyik ki, belə bir şey ola bilməz. Dişi cinsli və yaxud da erkək içi cinsli. Davam edirik 19. Qarağat bitkisinin dişicik ağızcığına yalnız bir tozcuq dənəsi düşərsə nə baş verər? Bir tozcuq dənəsi bir dənə toxumun əmələ gəlməsində iştirak edəcək. Amma qarağat bitkisinin meyvə tipi gilə meyvəsə, bu meyvə tipi dəyişməyəcək. İndi orada bir dənə toxum əmələ gələcəksə, mən demərəm ki, bu dəm meyvədir və yaxud da bu çərdək meyvədir. Yox, sadəcə bir toxumlu gilə meyvə əmələ gələcək. Yəni, gilə meyvə əslində çox toxumlu olmalıdır. Bunu qəbul edirik, bu heç. Amma indi orada yüzlərlə yumurtacıq var. Amma mühit şəraitinə görə gəlib bir dənə tozcuq dənəsi düşdü. Bir dənə tozcuq dənəsi, bir dənə yumurtacıq mayalandırdı deyə orada bir dənə toxum əmələ gəldi. Yəni o demək deyil ki, bu bitkinin artıq meyvə tipi bir toxumludur. Yox, sadəcə şəraitə görə bir toxum meyvə əmələ gəldi. Bəlkə başqa çiçəklərinin tozlanmasına çoxlu sayda tozcuq dənəsi iştirak edəcək və başqa çiçəklərin də əmələ gələn meyvələr çox toxumlu olacaq. 20. Ağbaş kələm bitkisinin bir çiçəyinin rüşeyin hissələrində cəmi 56 mitoz bölünmə baş vermişdir. Biz bilirik ki, öyrənmişik ki, içqat mayalanma prosesində bir rüşeyin hissəsində 7 mitoz bölünmə baş verəcək. Ona görə mən 56-nı böləcəm 7-yə bərabər tapacağım. Demək, burada 8 dənə rüşeyin hissəsi var. Bu çiçəkdən əmələ gələn meyvədə maksimum neçə toxum olar? Elə cavab 8 dənə. Buğda dəninin hansı hissələri ziqotdan başlanğıc götürmüşdür? Ziqotdan başlanğıc götürür. Rüşeyimin hissələri. Endosperm yox, toxum qabığı yox. Kökcük, gövdəcik, tumurcuq və ləplər bax. Sual nömrə 22. X bitkisini müəyyən edin. Öz-özünə tozlanan bitkidir, saplaqsız çiçəklər var və pərdə şəkilli meyvə yanlığı və salam. Bir dənə bu pərdə şəkilli meyvə yanlığı mənə onu deyir ki, bu taxıldır. Yəni ən azından Günə baxanda burada rahatlıqla çıxdım və top ilə burada çıxdım. Bu ikisi mürəkkəb çiçəklərdir və meyvəsi deməli toxumca meyvədir. Saplaqsız çiçəklər deyilirsə, darı, arpa, çovda, buğday hər birində saplaqsızdır və öz-özünə tozlanma deyir. Məncə darı ilə çovdar küləklə tozlanır, əgər səhv eləmirəmsə. Buğday ilə arpa amma öz-özünə tozlanır. Səhv eləmirəmsə, səhv eləyə bilərəm. Bir dənə bu nüansını niyəsə qarışdırıram. Cavab olur 3-5. Kitabımızda əzbər şəkildə verilən hissədir. Yəni kitabdan baxıb yaza bilərik. Və X bitkisinə də baxırıq. Yəni yaza bilərik deyəndə həmin hissəni kitabdan əzbərləyib də tapa bilərik, amma mən qarışdırıram öz-özünə tozlananları sırf taxıllar arasında. 23 X bitkisini müəyyən edin. Meyvəsi çox toxumludur. Yəni buradan başlayaq bax. Buğdada bir toxumludur. Yəni qalan hamısı çox toxumludur. Sadə çiçək yanlığıdır. Sadə çiçək yanlığını biz görürük bir ləpəlilərdə, yəni inci çiçəyi ilə soğanda, çələm mürəkkəb və yaxud içqat çiçək yanlığıdır, alma içqat çiçək yanlığıdır və çiçəyi saplaqlıdır. İnci çiçəyində sadə salxım, soğanda sadə çətir isə saplaqlıdır. 2-5. Üçrəng bənövşənin toxumunun hansı hissələrinin hüceyrələrində ana fərdin irsi əlamətləri üstünlük təşkil edir? Qaymaq çiçəyi və üçrəng bənövşə bu iki nümayəndə iki ləpəli olsalar da, yəni istisna olaraq siniflərinin nümayəndələri arasında endospermə malik olan bitkilərdir. Endosperm də ana fərdin irsi xüsusiyyətləri üstünlük təşkil edir. Çünki 2N biz deyirik o mərkəzi hüceyrədir. Üstəcəl N spermdir. Yəni bəli, ana bitkinin xromozom yığımı üstünlük təşkil edir və toxum qabığı. Toxum qabığında nə üçün üstünlük təşkil etmək? Ümumiyyətlə, yalnızca ana bitkinin xromozom yığımı olur. Yəni, toxumun qabığına yazırıq ki, 2N ana bu formada. Ləpə və kökçü isə rüşeyimin hissələrdir. N ana, N ata. 25. Buraxılmış sözlərin ardıcıllığını müəyyən edin. Zəncirotunun çiçəkləri çiçəkləri. Zəncirotun çiçəkləri hamısı dilci şəkillidir. Amma həqiqi dilci şəkilli çiçəklər olub.
səbət çiçək qrupunda yerləşir. Çünki mürəkkəb çiçəklər ə, fəsləsinə aid mürəkkəb çiçəklərində bir növ yalnızca səbət çiçək qrupu var, yalnızca toxumca meyvə var, yalnızca sadə yarpaqdır, yalnızca növbəli düzülüşdür. Yəni yer üstü hissəsinə görə belə deyək, ən sadiq fəslədir mürəkkəb çiçəklər. Növ sayı çox olsa da bizə istisnalar bəlkə də var təbiətdə, amma 25 mildə istisna olmaya bilməz, amma kitabda verilməmişdir. Onun toxumlarında küləklə yayılmanı təmin edən uçağanlar vardır. Uçağanlar Səncilotunun toxumların yayılmasında uçağanlar vardır. Hansı ki biz yazda üfürürük, ətraf mühitə toxumlarını səpələməyə, həmin bitkiyə kömək edirik və bu bizə estetik bir zövq verir deyə düşünürəm. Hələ də uşaqlar çox sevinir və xoşlara gəlir. Belə, deməli, generativ orqanlarla işimizi bitirmiş olduq yoldaşlar. Növbəti izahlarda görüşənə dək uğurlar.